Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri. Yeni bir satışa çıxan mənzildən hamınızı salamlayıram. Bugün Nərimanov metrosu yaxınlığında Əliyar Əliyev küçəsi Bakı Modern Məktəbin yanında 3 otaqlı, tam təmirli və təmirdən sonra yaşayış olmayan bir mənzil sizlərə çəkib təqdim edəcəm. Burada giriş qapısı yerləşir. Giriş qapıdan daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayır. Solda güzgülü açarlıqdan istifadə olunub. Burada mətbəx yerləşir. Kiçik yataq otağı, orada böyük yataq otağı, qonaq otağımız, sanitar qovşaqlar ayrı-ayrılıqda burada yerləşir və burada belə bir 4 qapılı qardirob mebelindən istifadə olunmuş şəkildədir. Burada qonaq otağı yerləşir. Görürsünüz, belə bir gözəl qonaq otağımız yerləşir burada. Bütün mebellər, aksesuarlar quraşdırılıb. Divarlarda məxməri sədəf boyalardan istifadə olunub. Lepqa işləmələrdən istifadə olunub. Həmçinin işıqlandırmada lüstr, spot işıqlar, gizli işıq və buralardan istifadə olunmuş şəkildədir. Qonaq otağını görürsünüz. Kondisioner quraşdırılıb, yumşaq mebellər quraşdırılıb. TV stand və TV də yerləşdirilmiş şəkildədir. Burada eyvan yerləşir. Eyvanda kombi aparatı da quraşdırılıb. Döşəmə parketdir. Sanitar qovşaqlar, dəhliz və mətbəxin döşəməsi isə isti döşəmədir. Burada hamam otağı yerləşir. Görürsünüz, bu formadadır və paltaryan da bura quraşdırılıb. Bütün aksesuarlarla təmin olunub. Burada tualet hissəsi yerləşir. Burada həmçinin bütün aksesuarlarla təmin olunub. Daha sonra keçək mətbəxi sizlərə göstərim. Burada mətbəximiz yerləşir. Sol tərəfdə mətbəx mebeli də tavana qədər quraşdırılmış şəkildədir və bütün texnikalar da quraşdırılıb. Televizor sağ tərəfdə quraşdırılıb. Burada Regal şirkətinə məxsus qabyan quraşdırılıb. Qaz filtrəsi Moydadır. Samsung markalı soba və Toshiba markalı soyuducu quraşdırılmış şəkildədir. Görürsünüz, əziz izləyicilər, həmçinin burada kondisioner də, bütün otaqlarda kondisioner mövcuddur. Buranın da döşəməsi qranit mərmər və isti döşəmədir. Daha sonra burada yataq otaqları yerləşir. Orada böyük yataq otağıdır, bura kiçik yataq otağıdır. Buranı görürsünüz, bu formadadır və bütün mebellər quraşdırılıb. Buradan da eyvana istəsəniz gələcəkdə bir qapı aça bilərsiniz. Eyvan yerləşir bunun qabağında. Daha sonra isə son olaraq keçək 3-cü otaq olan 2-ci yataq otağının, əsas yataq otağını göstərim. Burada isə mənzilin əsas yataq otağı yerləşir. Ümumilikdə 3-cü otağımızdır. Görürsünüz, bu formadadır və bütün mebellər, aksesuarlar quraşdırılıb görməkdəsiniz. Mənzil haqqında ümumi məlumat verim. Mənzilimiz yerləşir Nərimanovda, Əliyar Əliyev küçəsi, Bakı Modern Məktəbinin tam yanında 18 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. 102 kvadrat ümumi sahədən ibarətdir. Sənədlər tam qaydasındadır. Kupça çıxarış mövcuddur. Əldədir. Yeni təmir olunub, təmirdən sonra yaşayış olmayıb mənzildə. Mənzil qanuni 2 otaqdan 3 otağa elə düzəldilib ki, bütün otaqlara birinci işıqla pəncərə düşür. Qanuni 3 otaqdan seçilmir. Burada mətbəx yerləşirdi. Əsas yataq otağı, kiçik yataq otağı, burada qonaq otağı və burada isə sanitar qovşaqlar ayrı-ayrılıqda yerləşməkdədir. Açarlar bizdədir. Günün istənilən vaxtı mənzilə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.